Əgər hər iki diyarda xoşbəxt olmaq Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna, hədiyinə bağlıdırsa, özünə nəsiyyət edən, qurtuluşuna və saadətini istəyən hər kəsə Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan, sirasından, onun şənindən öyrənməsi vacibdir. Biz bildik ki, artıq xoşbəxtlik Muhammed sallallahu aleyhi və səlləmi tanımaqla olur. Onun hədiyinə, sirasına bağlı olmaqla olur. O necə yaşayıb, nəyə əmr edib, ona itaat edəcəksən. Allah s.ə. buyurur, sizə nəyi verirsə onu götürün. Nəyi qadağan edirsə ondan çəkin. Baxın, dəlil ayədə. Nəyi versə, yəni sizə nəyə əmr edibsə, onu götür. Heç də vermək, nəyisə ötürməkdən söhbət getmir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem nəyə əmr edibsə, Allah buyurdu ki, onu götürün, onu əməl edin. Nəyə də qadağan edibsə ondan çəkinin. Demək ki, xoşbəxtlik Peyğəmbərimizə tabi olmaqla olur. Ona görə də onun həyatını öyrənmək hər kəsin üzərinə vacibdir. İnsan o həyatı öyrənməklə cahillərdən uzaq durmuş olur. Cahil şeylərdən uzaq durmuş olur. Və beləliklə Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olanların sırasına daxil olursan. Nə ilə? Onun həyatını öyrənməklə. Ona tabi olmaqla.